Uzun illər Almaniya iqtisadiyyatının və Avropa avtomobil sənayesinin simvolu sayılan Volkswagen indi ağır bir yükə çevrilib. Elektrikli avtomobil bazarında rəqabətin kəskinləşməsi, xüsusilə də Çin istehsalçılarının sürətli yüksəlişi konserni ciddi təzyiq altında qoyub. Şirkətin elektromobil satışları gözlənilən tempi tutmur, mənfəət azalır, istehsal xərcləri isə yüksək olaraq qalır. Minlərlə iş yerinin ixtisarı, istehsal güclərinin optimallaşdırılması və bəzi zavodların fəaliyyətinin dayandırılması kimi sərt qənaət tədbirləri gündəmə gətirilib. Wir haben starke Voraussetzungen in unserem Land. Son 12 ay ərzində qlobal vəziyyət daha da mürəkkəbləşib. Geosiyasi gərginlik, yüksək istehsal xərcləri, o cümlədən gömrük rüsumlarının yaratdığı əlavə yük, artan tənzimləmə tələbləri və qlobal rəqabətin daha da sərtləşməsi bütün avtomobil sənayesinə ciddi təzyiq göstərir. Məhz buna görə də artıq indidən qəti addımlar atırıq. Bu planlar isə həm işçilərin, həm də həmkarlar ittifaqlarının kəskin etirazına səbəb olub. Volkswagen şirkəti elektromobil keçidinə çox gecikdi. Çin brendləri həm daha ucuz, həm də texnoloji baxımdan daha irəlidədir. Digər tərəfdən, Volkswagen uzun illər bir çox detalı və proqram təminatını özü istehsal etdiyi üçün işçi sayı və xərcləri həddindən artıq idi. İndi isə şirkətin zavodları bağlamaq və istehsalı Şərqi Avropaya köçürmək məcburiyyətindədir. Problem təkcə Volkswagenlə məhdudlaşmır. Son illər Avropa avtomobil istehsalçıları elektromobil bazarında həm Çin, həm də Birləşmiş Ştatlar şirkətləri ilə rəqabətdə çətinlik çəkirlər. Xüsusilə enerji və əmək xərclərinin yüksək olması Almaniyada istehsala əvvəlki qədər sərfəli etmir. Fərq az qala 2 dəfəyə yaxındır. Bu isə iri sənaye şirkətlərini investisiyaları başqa ölkələrə yönəltməyə vadar edir. Bu əzəmətli bina vaxtilə Almaniya sənayesinin güc rəmzi idi. Bugün isə Volkswagen tarixin ən böyük böhranını yaşayır. Əgər konser radikal addımlar atıb Çin rəqabətinə tab gətirə bilməsə, bir neçə ildən sonra Avropa küçələrini tamamilə Asiya maşınları fəth edəcək. Volkswagenin qarşıdakı illərdə atacağı addımlar təkcə şirkətin deyil, bütövlükdə Almaniya avtomobil sənayesinin gələcəyini müəyyənləşdirəcək. Əgər konsern elektromobil dövrünün tələblərinə uyğun sürətli islahatlar həyata keçirə bilməsə, Avropanın uzun illər qlobal avtomobil bazarındakı lider mövqeyi daha da zəifləyə bilər. Günay Məmmədova, Azərbaycan televiziyasının Avropa bürosu, Almaniya, Berlin.